Salam değerli ve hörmətli VIP Home Maçdağı izləyicilərimiz. Bugün sizlərə Maçdağı qəsəbəsində, Maçdağı bu zona yolun üstündə, yola yaxın belə bir 4 otaqlı tanış edəcəm. Gördüyünüz kimi hal-hazırda küçəsindəyik evimizin. Bu ev inşallah satıldı, 3 otaqlı idi, bunu satmışıq. Bir dənə qalıb bu 4 otaqlı ev. İnşallah bunu da təqdim edim sizə, satar Allahın köməkliyi ilə. Gördüyünüz kimi küçəsi çox enlidir, qəşəng, yəni burada rahat maşınları saxlamaq mümkündür. Keçən evin həyətinə, gördüyünüz kimi evimizin həyəti də bura ümumi 2.5 sotun içindədir. Tam təmirlidir. Həyətində bisikletinə qədər gördüyünüz kimi mövcuddur. Rahat həyətinə 2-3 maşın yerləşir. Evimiz də maşallah olsun tam təmirli, yerdən kürsülü, alt sesi padvalla. Gördüyünüz kimi otaqlar var, keçid var oradan bütün otaqlara. Buradan da həm yan tərəfinə, həm də arxasına evin keçməyi mümkündür. Bir də həyəti ümumi göstərim sizə inşallah keçir evin otaqlarına. Bütün kommunallar da daimidir. Qazdır, sudur, işıqdır, hamısı. Bu da həyətin ümumi görüntüsü. Keçək evin otaqlarına. Onu göstərim sizə. Bura koridordur. Gördüyünüz kimi belə bir geniş koridordur. Solda mətbəxdir. Onu deyim ki, evimiz cüt daşdandır, yəni ikincisinə söz ola bilməz. İstədiyi kimi kombi xəttləri çəkilir. Bütün otaqlarda, koridorda belə kombi xətti var. Bura qonaq otağıdır. Gördüyünüz kimi tam hazır, təmirli. O həyətdə gördüyünüz bəzi şeylər çıxacaq buradan. Təmizlənəcək yəni buralar. Belə vəziyyətdə qalmayacaq. Bura belə bir yataq otağıdır. Gördüyünüz kimi. Böyük yataq otağı idi. Bura digər kiçik yataq otağıdır. Bu isə sonuncu yataq otağıdır. Tam hazır gördüyünüz kimi evimiz. Son olaraq bir dənə bura sanucunu göstərim sizə. Aksesuarlarına qədər, gördüyünüz kimi aksesuarlarına qədər yığılıb. Bəzi evlər var, aksesuarlar yığılıb, amma burada yığılıb tam hazır evdir. Qiyməti gəldikdə isə, gördüyünüz kimi bu evimizin qiyməti 75.000 manat deyilir. Yəni real alıcıya ev sahibi tərəfindən endirim var. Bu və digər evlərlə tanış olmaq istəsəniz səhifəmizi keçirə bilərsiniz. Bizi izləməyi unutmayın, sağ olun.